28 may Müstəqillik Günü ilə bağlı əfv sərəncamının verilməsi ehtimalını o qədər də yüksək qiymətləndirmirəm. Stop Narkotikas xəbər verir ki, bunu əfv komissiyasının üzvü Əli Məmməd Nuriyev deyib. Komissiya üzvü bunun səbəbini amnistiya aktının icrasının başa çatmaması ilə əlaqələndirib. Amnistiya aktının icrası davam etdiyi vaxtda əfv sərəncamının verilməsi bir qədər mümkün görünmür. Çünki bir humanist aktın icrası başa çatmalıdır ki, növbəti humanist aktın qəbul edilməsi üçün yeni imkanlar yaransın. Amnistiya aktının subyekti Milli Məclisdir. Əfv sərəncamının subyekti ilə prezidentdir. Amma mahiyyət, məzmun etibarı ilə hər ikisi humanizm, mərhəmət prinsiplərinə əsaslanır. Əli Məmməd Nuriyev əlavə edib ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən əfv, prezidentin müstəsna konstitusion səlahiyyətlərindən biridir və əfvin nə zaman verilməsi ilə bağlı qərar prezident tərəfindən qəbul edilir. Ötən ilin may ayında prezident tərəfindən növbəti 71-ci əfv sərəncamı imzalanıb. Bu sərəncam yüzlərlə məhkəmə şamil olunub. Dekabrın sonunda Milli Məclis tərəfindən növbəti amnistiya aktı qəbul edilib. Hazırda amnistiya aktının icrası gedir və 4 ay müddətində bu proses başa çatmalıdır. Aprel ayının 21-də amnistiya aktının icrası başa çatacaq. Nə qədər ki amnistiya aktının icrası gedir, əfv sərəncamının verilməsi bir qədər uyğun görünmür. Əli Məmməd Nuriyev hazırda əfv komissiyasının iclaslarının keçirilmədiyini bildirib. Amma prezidentin hüquq mühafizə orqanlarının iş şöbəsinin əfv sektoru və əfv komissiyasının katibliyi fasiləsiz olaraq işləyir. Onlar bütün il boyu daxil olan müraciətləri araşdırır və müraciətlərlə bağlı arayışlar hazırlanır. Proses gedir. Amma nə zaman əfv sərəncamı olacaq, onunla bağlı hər hansı fikir söyləmək qanunvericiliyin tələblərindən doğru olmaz.